Mən Ceyhun xanımla şəhər daxil sürmə dərsimizdə. Ceyhun xanım, nişana bax zəhmət olmasa. Görürsən nişan? O təhlükəli döngələr deməkdir. Bayaq təhlükəli döngə çıxmışdı qarşımıza. İndi özən döngələrin sayı çoxdur. Bilinmirdi səni. Sürücü deyilmi? Təhlükəli döngələrdə maksimum diqqətli olmalısan. Həddən yuxarı sürət olmaz. Həddən aşağı sürət də olmaz. Yola uyğun döndərməlisən. Bax, yol fikir versən soldan sağa doğru gelirsə, sükanı soldan sağa doğru aparmalısan. Bax, indi qarşıda sağdan sola gedəcək. Sağdan sola doğru sürməlisən. Bir balaca qazdan istifadə elə. Aysan, indi ayağını qazdan çək. Torumuza da ehtiyacın yoxdur. Gəl, öz zoluna dönüş elə. Oldu? Çox gözəl gedirsiniz. Davam edin. Yola uyğun döndər. Afərin. İncin qaz verə bilərsən. Əlaçı. Bax, o işarələr var yolun qırağında. Onlarda yolun istiqamətini bildirir. Sukanın qaranlıq vaxtı, avtomobilin farasından çıxan işıqlar ona dəyəndə o sanki qamaşır və sürücü bilir ki, yol hansı istiqamətə gedir. Oldu? Uğurlar olsun. Allah köməyiniz olsun. Canınız sağ eləsin. Allah sizə köməyiniz olsun. Çox sağ olun. İndi bax, bir heybət məscidin yanındayıq. Biz sizinlə Rəşbətandan başlamışıq dərsə. Bax, buradan gedirik bu yolu, bir heybət, oradan 20-ci sahə, oradan Bayıl, oradan İçəri şəhər, oradan Sahil metrosu, oradan 28 may metrosu. O ətrafları sürəcəyik, sonra gələcək Elmə metrosuna. Sizin sayənizdə öyrənirəm müəllim. İnşallah yaxşı olacaq, inşallah öyrənəcəksiniz. Davam edirik. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir.